Aramsız yağışlardan sonra Bakıda, Abşeronda və Sumqayıtda tikilən bir çox həyət evlərini, binaların zirzəmilərini su bastı. Yaşanan bu problem mövcud çaşamazlıqları və mümkün riskləri bir daha üzə çıxardı. Risklərin qarşısını əvvəlcədən almaq üçün mənzil seçimi necə aparılmalıdır? Paytaxtda hansı ərazilər daha təhlükəsiz hesab olunur? Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, torpaq və ya ev seçimi zamanı ərazinin relyefi və infrastruktur vəziyyəti nəzərə alınarsa, mümkün təbii risklərin qarşısını almaq daha asan olar. Vətəndaşlar əgər hər hansı bir ərazidən torpaq alırlarsa, mütləq həmin ərazinin relyefi ilə bağlı məlumatlar əldə etməlidirlər. O ərazilər ki, relyef baxımından orta və yüksək qiymətləndirilir, yəni belə deyək, hündürdə yerləşir, həmin ərazilərdə ev almaq təbii fəlakətlər zamanı təhlükəsizdir. Yəni şəhərin öz içərisindən qeyd etsək, Yasamal ərazisini biz qeyd edə bilərik. Nərmanov, Əhmədli ərazilərini, Həzasonov metrosu ətrafını qeyd edə bilərik. Bir sıra inkişaf etmiş ərazilər var ki, məsələn, Birgəh ərazisi, Nardaran və Mərdəkan ərazilərini mən nəzərdə tuturam. Orada bir sıra yerlərdə drenaj sistemi və o cümlədən kanalizasiya sistemlərinin inşası davam edir. Həmin ərazilərdə təhlükə o qədər də deyil. Makler Vəfadar Axundov bildirir ki, əmlak alarkən sənədlərin qanuni və tikinti üçün uyğun olması vacibdir. Əks halda gələcəkdə ciddi hüquqi və maddi problemlər yarana bilər. Əhali əgər əmlak alırsa, birinci növbədə onun sənədlərinə fikir verməlidir. Həmin sənədlər tikinti təyinatlı olsun. Çox adamlar görürsünüz ki, kənd təsərrüfatı təyinatlı əmlaklar alır, ya bələdiyyə sənədi ilə əmlaklar alır və həmin yerlər olsun ki, tikinti təyinatlıdır. Orada başqa ev tikmək olmaz, əmlak tikmək olmaz. Axır zamanlar yağış sularından sonra müəyyən yerlərdə göllər əmələ gəldi. İnsanlar qanunsuz tikdiyi əmlaklara görə zərər çəkdilər. Bəs görəsən Bakıda qurun sularının çox olduğu ərazilər hansılardır? Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Coğrafiya İnstitutunun elmi işçisi Fəridə Talıbova bildirir ki, Bakıda qurun suları çox deyil, su basmalara səbəbi isə yüksək miqdarda yağıntıların olmasıdır. Qlobal istiləşmə bir çox atmosfer hadisələrinə təsir etdiyi kimi yağıntıların istər miqdarının çoxalması, istərsə də intensivliyinin artmasına böyük təsir eləyib. Ümumiyyətlə, Azərbaycanda son zamanlar ilin yaz və payız aylarında həmişə görünən yüksək miqdarda yağıntılar var. Yağıntının çox olması, torpaq tərəfindən udula biləcək miqdardan artıq olması bu su basmaların yaranmasına səbəb olur. Eyni zamanda təbii ki, bunun əsas səbəbi də torpaq altında olan suxurlardan asılıdır. Hansı ki, su keçirməyən suxurlara qədər gəlib çatan həmin o sular artıq su basmalara səbəb ola bilir. Qurun suları ümumiyyətlə Azərbaycanın müxtəlif ərazilərində, adətən dağ ətəyi, düzənlik ərazilərdə, çayların axınları istiqamətində daha çoxdur. Bakıda çox deyil. Mütəxəssislər bildirir ki, ev alarkən onun yerləşdiyi ərazinin coğrafi quruluşu və urbanistik xüsusiyyətləri nəzərə alınmalıdır. Memar Cahid Həsənov bildirir ki, Bakının planlaması və relyefi bu məsələdə xüsusi rol oynayır. Belə ki, paytaxtın amfiteatr formasında qurulması müxtəlif yüksəkliklərdə yaşayış imkanları yaradır. Bakının relyefi amfiteatrdır. Orta nöqtəsində, aşağı nöqtəsində tikmək hər halda bu sakinin öz ixtiyarına verilir. Yüksəklikdə inşa edən evlərin havalanması yaxşı olur, işıqlanması, şəhərin panoramik görünüşü yaxşı olur. Su basmalara məruz qalmır. Bu kontekstdə yenə də seçim sakinlərindir. Nə qədər seyrək olsa binalar arasındakı məsafə, istər paxlava formasında, istər şahmat formasında, istər düz qat formasında o qədər təbii işıqlanma, təbii havalandırma, panoramik baxış yaxşı olar. Şəhərin təsdiq olunmuş baş planına uyğun bunların hamısı artıq yeni dövr üçün öz həllini tapacaqdır. Nəticə etibarilə ev, torpaq seçimində həm təbii şərait, həm də hüquqi və infrastruktur məsələlər nəzərə alınmalıdır. Əks halda güclü yağışlar zamanı ciddi zərərlər və problemlər qaçılmaz olacaq. Aytən Verdiyeva, Mehriban Zakir, Xaliq Babayev, APA TV.